Selamun aleyküm əziz dostlar. Hantavirus adlı bir virus çıxacaqlarını deyirlər və o hantavirus da bilirsiniz indi artıq məlumatlar gedir. Orada yayılıb, burada yayılıb və s. və bilirsiniz Azərbaycanda artıq neçə illik koronavirusdan sonra sərhədlər bağlıdır. Yəni ölkədir. Səhv eləmirəmsə sərhədlər bağlı Azərbaycandır. Yəni müharibə edən, müharibə etməyən, inkişaf edən, inkişaf etməyən bütün ölkələrin bir-biri ilə sərhədləri aşağıdır. Bir dənə Azərbaycandır. İndi bu hantavirus da növbəti bir bəhanə olacaq. Deyəcəklər ki, görürsüz biz bilirdik, biz ona görə biz saxlamışdıq. Biz bilirik nəyə nə vaxt etmək lazımdır. Bunu deyib saxlayacaqlar bu virusu, sizə əmin edirəm. Necə ki İranda bir şey olan gibi görürsüz biz bilirdik, biz görürük bu oldu, düz elədi. Rusiyada indi Ukrayna biz bilirik. Halbuki Rusiya, Ukrayna, İran, İsrail, Amerika, Qəzza hamısı bir-biri ilə hamısının sərhəddə açıqdır. Bir Azərbaycanla başqa bu mənim nəyə yadıma saldı. Misirdə Hosni Mübarək hakimiyyəti başlayandan 1981-ci ildə Ənvər Sadıq qəftə getiriləndən sonra Hosni Mübarək hakimiyyətə gəlib, vitse-prezident idi, səlahiyyətlər də aldı əlinə və sonra artıq prezident oldu 2011-ə qədər, məlum hadisələrə qədər, Ərəb baharına qədər. Hosni Mübarək dövründə fövqəladə vəziyyət elan edir və biz bu fövqəladə vəziyyət Mübarəkin bütün hakimiyyət dövründə davam etdi. 1981-ci ildən tam 2012-ci ilə qədər bu Mübarək 11-ci ildə rədd oldu, getdi. Amma 2012-ci ilə qədər Misirdə bu fövqəladə vəziyyət davam etdi. Sayında neçə il bu eləyir. Bəhanə də var idi. Yəni o yine yadıma saldım bu. İndi Azərbaycanda bu sərhədlərin bağlanması yadıma saldı. Yəni biz avtoritar idarə etmələr bir-birlərinə oxşayır. Bunlara bəhanə lazımdır. Yəni Ruslan bir söz Şolka və Xrukovitsa saxlamağa ölkəni. Amma nə qədər istəyirsiniz saxlayın. Bu partlayanda partlayacaq və bilirsiniz nəyə görə partlayır? Nə qədər sıxırsan onda partlayır, sıxmayanda partlayıb eləmir. Hansı cəmiyyətlərdə nəsə partlayır? Nə vaxt ki sıxanda. Bunlar da anlamırlar. Bunlar da ki sıxanda və ya bərk sıxanda partlamanın qarşısını alırlar. Daha anlamırlar ki əksinə siz nə qədər bərk sıxacaqsınız o qədər də bərk partlayacaq.